Salamlar, bugün sizlərlə istehsal vahidi üsulundan danışacağıq. Bu bizim artıq amortizasiyada sonuncu üsulumuzdur. Gəlin başlayaq. İstehsal vahidi əsasən istehsal sahəsində istifadə olunur və burada əsas iki anlayış var ki, onlar daha çox istifadə edəcəyik. Birinci istehsal vahididir, digər istehsal gücüdür. İstehsal vahidi nədir? İstehsal vahidi məhsulun və xidmətin istehsalında istifadə olunan əsas ölçü vahididir. İstehsal gücü isə müəssisənin dövrdə istehsal edə biləcəyi məhsulun həcmidir. Yəni nə qədər istifadə edə bilər, nə qədər məhsul bu istehsal edə biləcəyini göstərən bir ölçüdür. Yaxşı, bəs bu istehsal vahidinin bizim iqtisadiyyatımızda, bizim biznesimizdə nə rolu var? Əsasən xərcləri optimallaşdırılmasında, planlanmasında və maliyyə analiz edilməsində mühüm rol oynayır. Gəlin başlayaq, görək onu necə hesablayarıq. İndi isə başlayaq amortizasiyasının bu istehsal düsturuna. Bu düsturdan istifadə edirik. İlkin dəyər, çıxısınlıq dəyəri bölünsün istehsal gücü. Əgər metodda hər hansı bir məsələdə istehsal gücü varsa, deyək ki, istehsal vahidi metoduna aiddir. İndi isə gəlin baxaq, bunu görək necə tapırıq. Bu düsturda hər hansı bizə verilən bir kəmiyyətləri yerinə qoyacağıq və sonunda nəticə tapacağıq. Bəzən bu nəticəni pul vahidi kimi düşünürlər. Elə düşünürlər ki, sonda tapılan hər hansı bir ədəd bu bizim sondakı nə qədər xərcimizdir onu göstərir. Əslində bu doğru deyil. Biz bu düsturla sadəcə olaraq amortizasiya xərci normasını tapırıq. Bu nə deməkdir? Gəlin real nümunəyə baxaq və onun üzərində izah edək. Təsəvvür edək ki, bizə belə bir məsələ verilir və deyilir ki, ilkin dəyəri 120 minlik bir avadanlığımız var. Onun son ləğv dəyəri 20 min AZN-dir, amma onun istehsal gücü isə 10 mindir. Yəni istehsal gücü o deməkdir ki, maksimum istehsal prosesində istehsal olunan məhsulun ümumi sayıdır. 10 mindən artıq biz onu istifadə edə bilmərik. Yaxşı, onda bunu necə tapacağıq? Əvvəlcə düsturumuzdan gəlin istifadə eləyək və verilənləri yerinə qoyaq. Yəni ilkin dəyərimiz 120 mini qoyduq. Ondan çıxdıq ləğv dəyərimizi, yəni 20 minimizi və onu böldük istehsal gücümüzdə. İstehsal gücümüzdə dedik 10 min dəfədir, yəni 10 min ədəddir və sonda tapdıq 10. Bu 10 AZN demək deyil, bu sadəcə olaraq bizim amortizasiya xərcimizin normasını göstərir. Yəni biz bir vahid məhsul üçün, yəni bir dəfə istifadə edəcəyimiz məhsul üçün bizim hesablanan normativ olaraq amortizasiya xərcimiz 10-dur. İndi misal üçün bunu 10 AZN kimi də, əgər biz bir vahidi 10-a vursaq, 10 AZN kimi də düşünür, amma özünündə deyil, yəni ədəddir bu. İndi gəlin misal üçün bunun başqa bir daha geniş açaq və dedik ki, bu amortizasiya xərcidir, yəni bir dəfə istifadə etsək, onu vurmalıyıq biz həmin o tapdığımız 10-a, yəni amortizasiya normasına və alırıq 10 AZN. İndi yaxşı, bəs bu 10 AZN-i necə istifadə edəcək? Belə düşünək. Misal üçün, deyilir ki, faktiki istehsal yəni həcmi illik olaraq 3000 dəfədir. Yəni 3000 dəfə biz bundan istifadə edə bilərik bu avadanlıqda. Yaxşı, bəs deyir ki, misal üçün, onun illik amortizasiyası nə qədərdir? Artıq biz tapmışıq düsturumuzdan. Tapdıq ki, 10 AZN-dir. Yəni bir vahid üçün düşdü 10 AZN. Həmin o 10 AZN-i biz mütləq vurmalıyıq faktiki istehsal gücünə, yəni xərcinə. İndi misal üçün 3000 dəfədirsə, 3000-i vurarıq 10 AZN-ə və taparıq ki, deməli bizim illik amortizasiyamız 30.000 AZN olacaq. Və yəni bu məbləğ artıq bizim istehsal xərcimiz kimi düşünülür. Və illik xərc kimi amortizasiya kimi tanınır və həmin o tanınan xərcimizi də biz vergidə istifadə edə bilərik.